Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizə söz yaradıcılığı ilə bağlı bir sualın izahını verəcəm. Hansı ki, həmin sualı bir neçə dəfə öz səhifəmdə paylaşmışdım. Demək olar ki, rəylərdən 26-27 nəfər səhv eləmirəmsə cavablandırıb, onlardan yalnız 4-ü doğrudur. Yəni 4 nəfər doğru cavab yazıb. Deməli, gəlin baxaq. Sualın şərtində qeyd olunub ki, doğru fikirləri müəyyən edin. Bərkitdirilmişdir və qurudurdum. Bu iki söz əsasında biz testimizi aparacağıq. Birinci nümunədə yazıb ki, hər iki nümunənin kökü və yarandığı nitq hissəsi eynidir. Buradan artıq belə bir sual ortaya çıxır ki, sözün kökü ilə yarandığı nitq hissəsi nə idi? Necə tapırdıq onu? Gəlin hər iki sözü kök şəkilçiyə ayıraq. Bərkitdirilmişdir sözündə sözün kökü olacaq bərk. Ümumiyyətlə yadınızda saxlayın ki, ıt və t şəkilçisi yalnız feilə qoşulur. It və t, yəni sifətə və yaxud digər nitq hissələrinə qoşula bilmir. Deməli, bərkitdirilmişdir sözündə mən it şəkilçisini bütöv götürə bilmərəm. Ona görə necə eləyirik? Bərkdən bərkimək, bərkitmək, bərkitdirmək, bərkitdirilmək, bərkitdirilmişmək uyğun gəlmir deyə qrammatikdir. Bərkitdirilmişdirmək uyğun gəlmir deyə qrammatikdir. İndi sizə sual verir ki, bu sözün kökü nədir? Bərk, necə? Sifətdir. Bəs yaxşı, bu söz hansı nitq hissəsindən yaranıb? Bir söz hansı nitq hissəsindən yaranıb deyəndə sonuncu leksik şəkilçinin üzərini örtüb, yerdə qalan hissəyə baxırıq. Yəni bərkitdirmək, nə etmək? Deməli, bu sözün kökü sifətdir, amma feildən yaranıb. Deməli, birinci variantda isə yazıb ki, hər iki nümunənin kökü və yarandığı nitq hissəsi eynidir. Deməli, mən heç qurudurdum sözünü təhlil eləməsəm belə, biləcəm ki, birinci fikir yanlışdır. Çünki hər iki nümunə deyir. Desəydi nümunələrdən birinin, onda qurudurdum sözünə də baxardıq. Hər ehtimala qarşı həmin sözdə kök şəkilçiyə ayıraq. Sözün kökü olacaq qurumaq, qurumaqdan qurutmaq, qurudurmaq uyğun gəlmir deyə bu qrammatikdir. Qurudurdu, yenə qrammatikdir. Həmçinin M də şəxs onluğudur, bu da qrammatikdir. İndi deməli, davam edək. Yazılıb hər iki sözdə 3 leksik. Məsələn, qurudurdum sözündə 3 leksik yoxdur. Bircə dənə leksik var. Deməli, bu da yanlışdır. Hər iki sözün kökü feillə amonimdir. Bərk sözünün feilinə nə amonimliyi var? Deməli, bu da yanlışdır. 4-də qeyd olunub ki, hər iki sözün tərkibində dır şəkilçisi işlənmişdi. Qurudurdum sözünə fikir verin. Burada qurumaqdan qurutmaq, yəni d ayrıca t-dır, özündən sonra sait gəlib deyə d-ya keçib. Yəni burada dır şəkilçisi yoxdur. Ona görə 4-də yanlışdır. 5-də isə yazıb ki, hər iki söz feildən yaranmışdı. Bərkitdirilmişdir sözü nədən yarandı? Bayaq dedik feildən yaranıb. Qurudurdum sözündə də ümumiyyətlə yadınızda saxlayın ki, quru sözü amonimdir. Biri var quru, necə, sifət, biri var qurumaq feili. İndi mən hardan bilim ki, bu sözün kökü feildirmi, yoxsa sifətdirmi? İndicə biz dedik ıt və t şəkilçisi yalnız feilə qoşulur. Yəni buradakı d əslində t-dır. Əgər bu t-dırsa, deməli bunun qoşulduğu nitq hissəsi də feil olacaq. Deməli orada da qeyd olunub ki, hər iki söz feildən yaranıb. Bəli, doğrudur. Düzgün cavabımız yalnız və yalnız 5-dir.